Zara'nın möhtəşəmliyi deyib susuram. Bu ilin trend renklərdir. Ölürəm bu renklər üçün. Çox qəşəngdir. Hətta viral olan bir kurtka var. İndi onu axtarıram. Geyinəcəm. Görüm necə görünür. Yəni renklərə baxın. Bunu da çox bəyənirəm. Çox qəşəng. Düşünürəm ki, mən geyinsəm məndə çox komik qalacaq. Bilmirəm niyə. Qiymətini də sizin üçün çəkirəm. Bu da mən. Geldim, sifarişimi götüreceğim gelip. Geldim, indi sifarişimi götüreceğim. Sıramı gözləyirəm. Oh my god, çok maraqlıdır. İlk dəfə ki belə bir pick-up elədim. Thank you. Mənim buna ürəyim getdi. Çox gözəldir, çox möhtəşəmdir. Amma təəssüf ki, Gdanskın havasına uyğun bir şey deyil. Mən indi bunu alsam, 2-ci gün geyinə biləcəm. Всё. Yəni çox nazikdir. Çox qəşəngdir. Çox belə cool görünür. Sizə universitetin ilk günü üçün qəşəng bir look hazırladım. Əynimdə gördükləriniz hər biri Zara'dandır. Çox bəyəndim. Ayaqqabını xüsusilə çox bəyəndim. Çox xoşuma gəldi. Çox qəşəngdir. Bu ilin dəbidir belə zamuş olan ayaqqabılar. Bu əynimdəki paltarla da çox qəşəng oldu. Bu rəngdə bir dənə də qəşəng çanta. İlk gün kombini universitet üçün. Təbii ki, bu Gdanskın havasına uyğun deyil. Ona görə də üstünə mütləq bir qəşəng pencək, az öncə geyindiyim tipli bir şeylər də ola bilər. Bomber cəketlər və nazik bir kapron kalqutka. Acilən evə gedib bunu açmalıyam. Çox həyecanlıyam. Yerdə oturdum. Burada gelenek halını alıbdı gördüğünüz kimi. Herkes yerde oturabilir. Açabiliriz. En sevdiğim seslerden biri. Tadam. Çok güzeldi. Çok vuruldum. Net olarak vuruldum. Açmayayım bir bunu. Hiç bu renkte çantam yoktuydu. 2 tane de böyle ipi var. Biri böyle parça olan, diğeri de böyle sade. Qiyməti 129 zlotdur hal-hazırda, amma mən endirimlə aldığıma görə endirimlə səhifədən 90 zlot almışam. 2 hours later. Geldi bu kız idmana. Bugün yediklerimi eritmək için geldim idmana. Hours later. Son zamanlar ancaq kofe içirəm. Bilmirəm niyə. Artıq kafein bağımlısına dönüşürəm. Bu da məndən sizə playlistimdən incilər. Arxa fonumda of course Ezel. Bundan bir səhifə açacağım. Bence herkes öz üstüne düşen mesajı aldı. The next day. Bizim pazar günlüklerimiz. Üzme kozmetiklerinin çok pis gündəyəm.
Bu arada planlarımda bu ay sonuna kadar saçlarımı qaraltmaq var. Çünkü bu saçtan uca bıktım. Balyajlarım axıb, saçımın altındaki renkler çok pis görünür. Uf, yani heç saçımı açası, saçıma baxası halda deyiləm. Əsla xoşuma gəlmir. Aynaya baxanda ürəyim sıxılır. Yəni son günlərim belədir. Ancaq saçımı belə topuz edirəm ki, o sarıları görməyim. Nə balaca görünürəm kamerada. Hə, biraz ayaqlarımı qaldırım. Gələn ay artıq universitetim başlayır. Həm də payızın gəlişi ilə biraz tündləşdirmək istəyirəm saçlarımı. Düzgün işıq da çəkmirəm deyəsən. Hə, indi düzəldi. Hə. Gələn ay universitetim başladığına görə saçlarımı artıq biraz fərqli eləmək istəyirəm. Ona görə də ay sonu eləyəcəm. Heç bir salona falan getmədən ev şəraitində mən və əziz qonşumuzla birlikdə eləyəcəyik. Bəlkə həmin gündə vloglayaram sizin üçün. Gedək kocam beni eləyir. Neynirsin? İşte. Bugün məndə olan, 3 ildir ki məndə olan bu kitabı başlamağa qərarı aldım. Bir dəfə cəhd eləmişdim. Cəmi 42 səhifə oxumuşam. İndi sıfırlayıram və yenidən oxuyacağam. Çünki heç xatırlamıram bununla bağlı hər hansı bir şey. Kitabı TikTokda görmüşdüm. İllər öncə viral olmuşdu. Hakan Gündaydı yazarın adı və Azdı kitabın adı. Kitabı ən çox mənə cəlb edən şey bunun arxasındakı bu cümlə olmuşdu. Hansı ki TikTokda da qarşıma çıxan bu olubdu. Bu arada kofemi də almışam. Gəlmişəm. Bugün bunu oxuyuram. Bu qalınlıq məni qorxutmamalıdır. Çünki mən bu ay sonuna qədər bu kitabı bitirməliyəm. Özümə məqsəd qoymuşam. Saat 19:21. Mən düşmüşəm məhəlləmizdəki parka. Burada belə bir yelləncək tipli bir şey var. Ona uzanıb səmaya baxırdım. Yağış da üstümə vurur belə-belə göydən. Elə maraqlıdır. Amma özümlə zoncik də götürmüşəm təbii ki. Birdən leysan falan olar deyə. Hava çox gözəldir. Tam bir payız havasıdır. Düzdür, əllərim çox üşüyür, amma xoşum gəlir bu soyuqdan. Anlıq olaraq mən Donalds'dan hamınızı salamlayıram. Necə oldu bilmədim. Aniden özümü burada tapdım. Çok acıydım deyəsən. Axır ki evə gedirəm. Evdən hava ağlanda çıxmışdım və indi qayıdıram. Ay uşaqlar, buna baxın. Elim ayağım əsdi qorxudan. Şokdayım. Mən şokdayım. Mən dəli oldum. Kodu necə yazdım bilmədim. İnanın ki, kodu yazandan sonra gördüm. Все. Yeni fobi oluşdu məndə. Nə burada ölmüşəm. Neyse, bu videonu belə sonlandırmaq istəməzdim, amma neyim oldu da. Sağ olun. Günaydın. Deməli, bugün hava dəhşət külək var. Yəni bu külək Bakı küləyi ilə qapışar o dərəcə. Gedirəm bazarlıq eləməyə evə. Hə. Küləkdən inanmıram mənim səsimi eşidəsiniz, amma neysə. Gedirəm bazarlıq eləməyə. Bugün evin bir neçə əksini tamamlamalıyam. Üşüyürəm. Çox soyuqdur. Sizə aldıqlarımı göstərəcəm və ən sonunda qiymətini göstərəcəm.
Yes, aldıqlarım bunlardır. Və cəmi 18 manat. Ortamım da möhtəşəmliyinə baxın.